Bəli, Nurayna, qeyd elədiyin kimi Azərbaycan Mərkəzi Bankı faiz dərəcələrini 0,25% azaldı və təbii ki, bu məqam, bu qərar öz növbəsində kredit, yəni banklara kredit verən zaman onların faiz göstəricilərində hər hansı bir dəyişikliyə səbəb olacaq təbii ki və yəni dinamika dəyişikliyi burada tətiklənəcək və hansı formada təsir göstərəcək sualını verdin. Elə o suala cavabı da hazırda qonağın iqtisadçı Elçin Rəşidovdan alacağıq. Xoş gördük Elçin bəy. Sualı qeyd elədin, yəni kredit götürən şəxslərə indi verilən bu qərar hansı formada təsir göstərəcək, sizlər işlək? Əlbəttə, bu Mərkəzi Bankın faiz dərəcəsinin salması digər banklara da təsir edir. Banklar da öz faiz dərəcələrini buna uyğun olaraq salırlar. Çünki onların hamısının Mərkəzi Bankdan götürdüyü bir gecəlik də ki, həmin faiz dərəcələrinə təsir edir, bu da onların öz qərarlarına təsir edir. Bu eyni zamanda, yəni təsir də belə kiçikdir, inkrementaldır, belə bir marjinal, belə bir kiçik təsir var və eyni zamanda təbii ki, ölkədəki inflyasiya da təsir edir, onu qeyd edək. Yəni Mərkəzi Bank hesab edir ki, bu il inflyasiya biraz müəyyən hədd daxilində olubdur. Yəni ona görə faiz dərəcəsini salmaqla növbəti il bir balaca inflyasiyanı yəni biraz qalxmasına imkan verir. Onu da qeyd edək ki, təbii ki, Mərkəzi Bankın bizim indi manat ki, nə qədər dollara bağlıdır məzənəsi, inflyasiya təsir imkanları məhduddur. Amma bu məhdud çərçivədə də yəni o imkan verir ki, yəni belə növbəti il inflyasiyası yəni biraz da arta bilsin. Təbii ki, gələn illərdə o faiz dərəcələrini yenə də qaldırıb sala bilər. Növbəti aylarda ildə 8 dəfə belə bir faiz dərəcəsini qaldırıb salmaq imkanları var. Amma təbii biz istərdik ki, ölkədə inflyasiya da aşağı olsun və mən hesab edirəm ki, hal-hazırda yəni indiki hal-hazırda elan olunan rəqəm hardasa 6%-ə yaxın bir rəqəmdir, amma müşahidə olunan daha böyükdür. Elçin bəy, indiki məqamda bəs biz deyə bilərikmi ki, yəni banklar kredit verdiyi zaman istifadəçilərə bunu daha aşağı faizlə verəcək, yoxsa daha da irəliləyən dövrdə artış müşahidə edəcək? Banklar qərarlarını təbii ki, dərhal vermirlər müəyyən müddətdə. Yəni bu uzun müddət dayanıqlı şəkildə Mərkəzi Bank növbəti dəfə deyək ki, bu ay yarımdan sonra növbəti faiz dərəcəsi və s. yəni bu aşağı salmaq qərarlarında davamlı olarsa, təbii ki, bu da davamlı şəkildə müəyyən bir laqla gecikməklə bankların da faiz dərəcəsi qərarına təsir edir. Amma bankların hal-hazırda faiz dərəcəsinin ən yüksək olmasına ən böyük səbəb mən hesab edirəm ki, devalvasiya riskidir və bu devalvasiya riskinə görə risk əlavəsi deyə bir şey var və həmin risk əlavəsinin faiz dərəcələrinin üzərinə gəlirlər və belə bir devalvasiya riskini də təbii ki, Mərkəzi Bankın monetar siyasəti yaradıbdır və əslində o zəmanət verməklə həmin riski də aradan qaldıra bilər və beləliklə də faiz dərəcəsi aşağı salmasına nail olar. Faiz dərəcəsi aşağı düşəndə həm istehlakçılar üçün, həm də bizneslər üçün, sahibkarlar üçün daha rahat olur və daha çox investisiyalar qoyulur. Təbii ki, həm də məşğulluq yaradır. Təşəkkür edirəm suallarımızı cavablandırdığınız üçün. Bir daha qeyd edeyim ki, Azərbaycan Mərkəzi Bankı faiz göstəricilərini 0,25% azaldı və təbii ki, istənilən halda elə ekspertimiz də bu istiqamətdə vurğuladı ki, təsir göstərəcək, amma istənilən halda daha da azalma yəni məqamı mövcuddur. Elə bununla bağlı informasiyaları əldə etmiş olduq. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Sözü yenə də sizə ötürürəm. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik geniş məlumatlar üçün.